Ac hərflər. Sözləndə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış bu kiçik həcmli səhnə əsərini sənə danışıram. Bu komediyada yazıcı cəmiyyətdəki nadanlıq, savadsızlıq və müxtəlif mənasız vəziyyətləri yumorla göstərir. Əsərin qəhrəmanları kababçı Həsən dayı, şagirdi Zərbəli, çinovnik İbrahim bəy, artistlər Vəli və Hüseyn, İftira qəzetinin mühərriri Mirzə Mahmud, iki yoldaş Salman və Süleyman, qonaqlar isə Lətif, Səməd, Əhməd və Rızadır. Bütün hadisələr kababçı Həsən dayının yeməkxanasında baş verir. Əbdürrəhim bəy Haqverdiyevin bu əsəri əsasında 1993-cü ildə rejissor Ramiz Həsənoğlu tərəfindən Ac hərflər adlı tam metrajlı bədii televiziya film tamaşası çəkilib. Əhvalat keçir kababçı Həsənin dükanında, bizim əsrimizdə. Kababçı Həsənin dükanı. 5 dənə qırmızı süfrə ilə örtülmüş stol qoyulub. İkisi müqabildə, ikisi dalda, biri ortada. Dükanın 2 qapısı var. Biri ortadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı. Müqabildə sağ tərəfdə qoyulmuş stolun dalında üzü cəmaata tərəf İbrahim bəy əyləşib. Dal stolların birində Lətif və Səməd, ortalıqda Rıza əyləşiblər. Hamı çörək yeməyə məşğuldular. Mətbəxdən dəhrə taxta səsi gəlir. İbrahim bəy qaşıqla su şüşəsini döyür. Kababçı, kababçı. Zərbəli gəlir. Nə buyurursan? Xozeyni bura çağır. Xozeyin dolmab kür, nə qulluğun var, buyur. Get Xozeyni çağır deyirəm sənə. Xozeyni çağır. Fizul milləti Fizul. Gəl də. Sirik. Həsən daxil olur. Bəy, nə buyururdun? Yaxın gəl görüm. Nə olub yenə qaş qabağına turşadıbsan? Heç elə-belə bazarın kasadlığı ovqatımı təlx eləyib. Ah, mən də deyirəm görsən nə olub. Adam da dünya malı üçün ürəyini qısarmı? Bir gün mədaxil çox olar, bir gün az olar. Nə lazım ürək qısmaq? Məsələn, mən dünən aldığım məvacibi qəpiyinə dək uduzmuşam. Heç əsla vecimə deyil. Onda görünür bu gün də bizim hesabı çəkməyəcəksən? Hesabın bura nə dəxli var? Mən sənə neçə borcluyam? Bu saat. Acada, Zərbəli. Zərbəli. Bəli. Çatkanı bura gətir. Tez. Zərbəli çox çirkli çotka gətirib verir. Yenə gedir. Deməli keçmişdən qalıb 2 manat 6 şahı 3 qəpik. Bugünkü də 2 abbasi. Cümlətan eləyir 2 manat 14 şahı 3 qəpik. 2 manat 14 şahı 3 qəpik. Yəni 2 manat 73 qəpik. Bəli, 2 manat 73 qəpik. Çox gözəl. Nə az imiş? Mən çox bilirdim. 2 manat 73 qəpik. Ay kişi, Allah bərəkət versin müsəlman aşpazxanasına. Qarnın doyunca yeyirsən, özü də ucuz. O gün bir nəfər yoldaşım məni restorana qonaq aparmışdı. Quzu ət istədim. Bir parça gətirdi. Heç yarım girvənki olmazdı. Qiyməti neçə? Manat yarım. Dedim, ay nay insaf uşağı. Məgər sizin Allahınız yoxdur? Bizim yerlərdə manat yarıma bir bütöv quzu almaq olar. Deyir ki, bəs nə bilim, icarəyə bir belə verirəm, məvacib bir belə, tüstü pulu bir belə, cəhənnəmə ver, gora ver. Allah bərəkət versin Həsən dayının restoranına. Hesabın nə elədi? 2 manat 73 qəpik. Çox gözəl. Əlini şalvar cibinə salıb, əvvəl sağ tərəfə, sonra sol tərəfə, axırda qoltuq cibinə salıb, papiros qutusunu çıxarıb, içindən bir papiros çıxardır. Bir spiçkə ver. Həsən çağırır. Acada, Zərbəli. Bəli. Çar bəli, zəhrimar bəli, vərəm bəli. Spiçkə gətir. Zərbəli spiçkə əvəzindən maşada od gətirir. İbrahim bəy yandırıb ayağa qalxır. 2 manat 73 qəpik. Xub, sabaha çatar. Başına dönüm, necə çatar? Ayın 20-sinə də vədə qoymuşdun, ayın 20-si də dünən keçdi. Gəlmədin. Bu gün də belə deyirsən. Axı mən də yazığam. Yazığam deyəndə mənim 2 manat 73 qəpiyimə möhtac deyilsən. Adamsan, deyirəm sabah çatar. Bəy, doğrusu gərək bu gün verəsən. Sabaha gözləyə bilməyəcəm. Gözləyə bilməyəcəksən, gözləmə. Yerdən çıxardım pulu, adamsan, sənə dedim ki, olan pulumu uduzmuşam. Əbəy, bəlkə sabah da vermədin. Necə olsun? Necə olsun? Sabah olmasın, 2 gündən sonra olsun, 5 gündən sonra olsun, gələn həftə olsun. Yeməyəcəm sənin 2 manat 73 qəpiyini. Deyib qapıya tərəf gedir. Həsən onu qabaqlayır. Bəy, Allahı arada gör, məni incitmə. Ay kişi, çəkil kənara görüm ha. Səndən yumşaq danışdıqca hazırsan. İtələyib tez qapıdan çıxır. Həsən onun dalınca. Əbəy,
Bu da bəy. Qoyasan axşama tək papağını əyri qoyub çəkməsini cırıldada knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yox. Adamla da elə danışır güya Babaxan Sərdarın oğludur. Apar. İstəmədim o 2 manat 73 qəpik. O da sənin Allahın min bir bəlasıdır. Adını da utanmır, bəy qoyur. Mirzə Mahmud daxil olur. Həsən Mirzəni görüb deyir: Mirzə, buyur gilən, nə yeyəcəksən? Mirzə Mahmud əyləşir. İşarə ilə Həsəni çağırıb yavaşdan qulağına deyir: Mənim üçün deginən yarım porsiya kotlet versinlər. Həsən ucadan çağırır: Agədə, Zərbəli. Mirzə Mahmud işarə edir ki, qışqırmasın. Zərbəli mətbəxdən səslənir: Bəli. Həsən ucadan deyir: Mirzə Mahmud üçün yarım pors kotlet gətir. Bu saat. Zərbəli boşqab çörək gətirib qoyur. Lətif boşqabı döyür, Zərbəli ora tərəf gedir. Həsən mətbəxə gedir. Lətif Zərbəliyə deyir: Zərbəli, qoçaq oğlan, gəlsənə mənə 1 manat borc verəsən. Şənbə günü sənə 1 manat 6 şahı verim. Baş üstə. Özümdə yoxdur, gedim Xozeynindən alım. Gedir. Sonra kotlet gətirib Mirzə Mahmudun qabağına qoyur. Manatı da aparıb Lətifə verir. Buyur. Lətif pulu alır. Çox sağ ol və Həsəni çağırır. Həsən dayı, Həsən mətbəxdən səslənir: Bəli. Bu saat. Nə buyurursan? Neçə verəcəyik? Zərbəli, ağalara nə veribsən? 1 dənə piti, 10 dənə lülə kabab. Piti 2 abbasi, lülə kabab da 1 abbasi. Cəmi 3 abbasi. Lətif manatı Həsənə verir. Həsən pulu alıb artığını qaytarır. Bu da sizin 2 abbasınız. Allah bərəkət versin. Lətif və Səməd xudahafiz deyib gedirlər. Müşərrəf elədiniz, göz üstə gəldiniz. Hüseyn Vəli daxil olurlar. İkisi də Həsənə yaxınlaşıb qulağına söz deyirlər. Həsən ucadan deyir: Xeyr, xeyr, əstəğfurullah. Mən əlhəmdülillah, özüm müsəlman. Burada müsəlman aşpazxanası. Mən elə şeyləri burada saxlaya bilərəm. Qiyamətdə mən nə cavab verirəm? Mən ölüm mümkünsə düzəl, yoxsa biz artist babayıq. Onsuz bir tikə çörək yeyə bilmərik. Ərz eləyirəm ki, tapılmaz. Vəli Hüseynə deyir: Ay kişi, nahaq yerə nə başını ağrıdırsan? Görürsən vermir. Gəl gedək restoranların birisində qaydasınca özümüzü doyuzduraq. Mən dedim mənfəəti müsəlmana verək. Niyə Qaradavoy dal qapıdan mətbəxə girəndə tapılar, artist gələndə tapılmaz? Gəl bəri gedək. Bir geri qaydın. Təvəqqə edirəm bir adam bilməsin, yoxsa aksiz gələr dükanımı kökündən bağlar. Bu nə sözdür? Biz məgər şpiyonuq? Onda buyurun mətbəxə. Hüseyn və Vəli mətbəxə gedirlər. Mirzə Mahmud onları səsləyir: Cənab artistlər, Mirzə Mahmud, buradaymışsan? Bağışla, sənin canın üçün görmədik. Artistin etibarı belədir. Ehtiyacı olanda adamı gecə-gündüz axtarar. Olmayanda arağı tək içərlər. Eybi yoxdur. Mən də bu həftə qəzetdə sizin başınıza bir oynasım ki, bir də səhnə adı eşidəndə gözləriniz xortlamış ölünün gözlərinə oxşasın. Eybi yox. Ay kişi, sən Allah oyunbazlıq eləmə. Sən öləsən görmədik, gəl bəri. Dartıb onu da mətbəxə aparırlar. Əhməd daxil olur. Rıza deyir: Gəl çıx da, gözləməkdən səni təngə gəldim ki, bu da yarım saatın naharı qurtarmışam, dura bilmirəm. Əhməd əyləşir. Çox danışma, nökəri çağır. Rıza yumruqla stolu döyür. Zərbəli gəlir. Gör ağa nə istəyir, gətir. Əhməd, nə yeyəcəksən? Heç saat yeməyəcəm, bu saat nahar eləmişəm. Əgər olsa bir stəkan qəhvə içərəm. Qəhvə yoxdur. Yaxşı təzə dəmlənmiş Popov çayımız var. Bir stəkan tök gətir. Açıq elə, özü də dişləmə. Baş üstə. Hüseyn Vəli, Mirzə Mahmud qayıdırlar. Hərəsinin əlində bir parça çörək və bir qədər pendir. Mirzə Mahmud öz yerində əyləşir. Hüseyn Vəli də özgə stulda. Zərbəli bir stəkan çay gətirib Əhmədə verir. Sonra gedir Hüseynlə Vəliyə tərəf. Nə buyuracaqsınız? Nəyin var yeməyə? Danışıq əsnasında Salman ahəstə daxil olur. Qapının ağzında dayanıb qarnını ovcalaya-ovcalaya o yan bu yana baxır. Sonra gəlib qabaqda sağ tərəfdə qoyulmuş stolun yanında oturur. Zərbəli deyir: Yaxşı lətif piti var, küftə bozbaş var, kəllə paça var, kotlet var. Mənim üçün kəllə paça gətir. Vəli deyir: Mənim üçün də. Baş üstə. Süleyman daxil olub Salmanın yanında oturur. Süleyman deyir: Abalam, sən Salman deyilsən? Dayan, bəs sən də Süleymansan? Ay sənə qurban olum, ay Salman, bu neçə ildə hardasan? Bircə gəl öpüşək. Qucaqlaşıb öpüşürlər. Salman: Bir əyləş görək.
deyib yumruğu ilə stolu döyür. Zərbəli mətbəxdən Bu saat. Zərbəli daxil olub 2 qab kəlləpaça Hüseynlə Vəliyə verir. Sonra Salmanla Süleymanın yanına gəlir. Salman deyir: "2 dənə piti gətir." Baş üstə. Salman Süleymana: "Bircə də görüm, bu neçə ildə hardaydın? Heç səndən bir xəbər gəlmirdi." Sibirdə dəmir yol podratına girmişdim, bir neçə il yaxşı qazandım. Axırda işim əydi. Əlimdə olanın hamısı çıxdı. Ancaq bir yol xərci düzəldib vətənə qayıtmışam. Sən hardaydın? Nə işdəsən? Zərbəli pitiləri gətirib qoyur. Salman Süleymana deyir: "Çörəyimizi yeyə, gedək şəhər bağına. Mənim qəza və qədərim çox uzundur. Orada nağıl edərəm." Yeyirlər, ahəstə söhbət edirlər. Mirzə Mahmud hirsli qalxıb stolu bərk döyür. "Kababçı! Kababçı!" Zərbəli daxil olub soruşur. Nə buyurursan? "Bu saat xozeyni bura göndər." Zərbəli çıxır. Həsən daxil olur. Amirzə, nə olub belə qışqırırsan? "Nə olacaq? Yaxına gəl." Bu nədir? Bir şey deyil, ətin damarıdır. "Dürüst bax, bu damardır ya ki sıçan quyruğu. Sən məni nə hesab eləyirsən?" İndi mən düşünürəm ki, əhali arasında gündən-günə intişarı artan taunun, vəbanın, yatalağın və sair imraz-ı misriyyənin səbəbi nədir? Hamısına bais sənin aşxanan tək mənbələrdir. Həsən üzünü qonaqlara tutur deyir: Assə qurban olum. Bircə məni başa salın görün bu nə deyir? İtəm əgər bunun bir sözünü anlayıramsa. Əlbəttə anlamazsan. Və anlamamağın da təbiidir. Siz lokantaçılar fəqət öz mənafe-i şəxsiyyətinizi təqib etməkdəsiz. Odur ki, mənafeyinizə aid olan bəyanatı anlamırsınız. Sən məni tanıyırsan ya yox? Necə tanımıram? Mirzə Mahmudsan da? Bəli, Mirzə Mahmudam. Necə Mirzə Mahmud? İftira cəridəsinin məşhur mühərriri. Mən əlbəttə gərək öz hifz-i səhhəti üçün müqəyyəd olanları müttələ edəm. İşdə sabah iftiranın əvvəlinci səhifəsində 100 sətirdən ibarət bu sərlövhəli məqaləni oxuyarsan. Təxrif mədahəyi xəlayiq, yoxsa kotlet içində sıçan quyruğu. O məqaləni oxuyanlar hamısı belə məbdə-i imrazdan əlbəttə ictinab edərlər. Ay Mirzə, Allahı sevirsən. Kasıb adamam, mənim evimi yıxma. Yediyin nahar da ana südü kimin halalın olsun. Nə dedin? Sən mənim məsləkimi bir nahara satın almaq istəyirsən? Mən sənə o ixtiyarı heç vədə vermərəm. Həsən üzünü artistlərə tərəf tutub deyir: Ay ağalar, siz Allah, bunu bir tövür, görün rəhmə gətirə bilirsinizmi? Hüseyn deyir: Həsən dayı, bura gəl. Gör 1-2 manatın varmı? Ver ağzı yumulsun. Həqiqət gedib qəzetdə yazsa, gərək dükanını bağlayasan. Vallah 1 manat pulum var. Hər nədir ver, qəbul elər. Həsən gedib Mirzə Mahmudun ovucuna 1 manat basır. Mirzə, təvəqqə edirəm, bunu da papirosa verərsən. 6 baş külfətim var, mənim evimi yıxma. Mirzə Mahmud pulu atır. Xam xəyal etmə əzizim. Sən bunu bil ki, qəzet mühərriri, ələl-xüsus iftira cəridəsinin mühərriri heç vədə öz əqidəsini və məsləkini cifəyi dünyaya satmaz. Vəli manatı götürüb verir Mirzə Mahmuda. Ay kişi, fizulluq nə lazımdır? 100 sətir yazıb 1 manat alacaqsan. Bu sənin 1 manatın. Nahar da müftə düşdü, daha nə istəyirsən? Həsən Salmanla Süleymana: Ay ağalar, siz Allah, siz də təvəqqə edin, bəlkə mənə rəhmi gələ. Salman, Süleyman və artistlər Mirzə Mahmudu əhatə edirlər. Rıza Əhmədə deyir: Aralıq qarışıqkən mən əkilim, sən otur burada. Əhməd deyir: Əkil eybi yoxdur. Rıza gedir. Mirzə Mahmud deyir: Bu dəfə səni bu şəxslərə bağışladım. Bundan sonra təbəxlərə dürüst diqqət edərsən. Baş üstə, can üstə. Şükür Allaha 1 manat pul, yarım pors kotletdən qutardı. Qonaqlar qayıdıb yerlərində əyləşirlər. Əhməd stəkanı döyür. Həsən ona tərəf gəlir. Əhməd pulu Həsənə verir. Həsən pula baxır. Nə verirsən? Nə verəcəm? 1 stəkan dişləmə çay içmişəm. Öylər 1 qəpik. Qəpiyini al. Bəs yoldaşın yeyən naharın pulu necə olsun? Mən nə bilim necə olsun. Ona da ki mən borclu deyiləm. 1 stəkan çay içmişəm. Borcluyam, pulunu verim. Bəs yoldaşım necə oldu? Çıxdı, dedi bu saat qayıdıram. Qayıdar pulunu alarsın. Zərbəli! Zərbəli! Ay gədə, kar oğlu kar. Qonaq durur gedir, xəbərin niyə olmur? Bir çıx gör burada, çörək yeyən necə oldu? Cəld! Ay cəmat, bugünkü gün mən nə günah eləmişəm? Kim mənə qarğıyıb? Çörək yeyən qaçır. Adlarını ağa qoyublar. Hamısı julikdilər, julik. Zərbəli, necə oldu? Usta, getdim yolda təklədim, bir qapaz vurdu, yıxıldım.
Mən durunca mindi konkaya qaçdı. Yerə soxum səni. Qaradavoy çağıra bilmirdin? Yaxşı, get mətbəxə. Ay tamam olan kimi səni iti qovan kimi qovacam. Get. Həsən və Zərbəli mətbəxə gedirlər. Hüseyn Vəliyə deyir: "Yedin qurtardın?" "Qurtardım. Di başda görək." Vəli öskürür: "A balam, sən özünə artist deyirsən? Sən 100 il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəran plovdan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist tragik nədir. Mən anlamıram. Mən özüm tragik olmadım, nə ola? Mən başımın tükü sanı artistlər görmüşəm. Sənin tək dövr əz həzərat artistin yüzünü çaya suz aparıb qaytararam. Mazandaranskinin müqabilində sən heç bir miniçək də deyilsən. Onun Frans von Moor rolunda atasını boğmağı sənin cəmi oynamağına dəyər. Odur ki, heç zad anlamırsan da. Mən Mazandaranski tək adamla səhnəyə çıxmağı öz adıma layiq bilmirəm. Boynun ardından tutub şax damarı sıxmağa boğmaq deyərlər. Odur ki, 40 yaşın var, hələ prostaksan. Hissənmək lazım deyil. Necə hissənməyim? Qanmayıb danışıb bədənimə od qoyursan. Mazandaranski də artistdir, o da artistdir. Həsən yaxına gəlib deyir: "A başınıza dönüm, sizə nə olub dalaşırsınız? Heç bir adına artist qoyan adamı dalda boğmaz. Adamı bax, belə boğarlar." Deyib Həsənin boğazından yapışıb boğur. Həsən qışqırır: "A başına dönüm, məni niyə öldürürsən? Ay boğuldum, ay öldüm, qoymayın." Hüseyn Vəliyə deyir: "İndi görürsənmi, heyvan necə boğmaq lazımdır ki, effekt olsun? Sənin Mazandaranskinin mənim əlimə su tökməyə yaramaz." Həsən ayağa qalxır: "Ay canım, məni niyə öldürürsüz? Mən nə günahın sahibiyəm?" Hüseyn Həsənə deyir: "Bağışla Həsən dayı. Artist ki qızışdı, daha gözləri yeri göyü görməz. Mən bu heyvan yoldaşıma səhnədə adam boğmağın qaydasını göstərirəm." "Yoldaşına teatr qaydası göstərirsən, mənim boğazımın taksiri nədir? Bəlkə mən öləydim. Ondan xatircəm ol. Artist adamı elə boğmaz ki ölə. Mən ölüm, bağışla. Elə səndən soruşacağam Həsən dayı. Heç teatra gedibsən? Bu il azından 100 dəfə. Afərin Həsən dayı. Elə gün olub 5 dəfə getmişəm." "Neçə? 5 dəfə? Teatra bir gündə 1 dəfə gedirlər. Düşəndə 1-2 dəfə gedirlər. O da bayramda zadda. Mənim yerimə sən olsaydın gündə 25 dəfə gedərdin. Allah evlərini yıxsın rusonçularının. Məndən 40-50 manatlıq yeyinti aparmışdılar. Gedib gəlməkdən təngə gəldim. Axırda 1-12 manatım da qırıldı, onlarda qaldı. Dedim atalarının ət olsun, qoy aparsınlar." "Bəs heç teatrın içinə girməyibsən?" "Teatrın içində mənim nə işim var? Kasıb babayam. Mənim teatrım elə bu aşpazxanamdır." Vəli Hüseynə deyir: "Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin. Afərin sənin tək tragik artistə." Hüseyn qeyizlə deyir: "Vəli, buna namusa sataşmaq deyərlər. Artistin namusu hər namusa bənzəməz. Mən bunu qəbul edə bilmərəm. Gərək bu saat burada mənimlə duelə çıxasan." Deyib tapancanı çıxarır. "Bu dünyada gərək ya sən qalasan, ya mən." Hüseyn üzünü Salmanla Süleymana tutub deyir: "Qardaşlar, buraya zəhmət çəkin. Siz burada bizim sekundantımız olun. Tapancanı çıxart." Salman və Süleyman durub gəlirlər. Vəli deyir: "Mənim əqidəmcə duel haram bir əməldir. Mən harama mürtəkib ola bilmərəm." Hüseyn cavab verir: "Bəs onda sən qorxaq türküsən. Türkünü də gərək türkü tək öldürmək. Al gəldi." deyib havaya bir güllə atır. Vəli qışqırır: "Ay müsəlmanlar, qoymayın. Bu kafir məni öldürdü. Ay haray, ay aman." Həsən cəld gəlir: "Ay kişilər, niyə bir-birinizi qırırsınız? Aman da Allahdan qorxun. Bura qan tökməyin." "Ay gədə Zərbəli. Zərbəli. Buradayım Xozeyn. Ay gədə tez ol, Qaradavoy çağır. Cəld ol, yürü." Zərbəli qapıya tərəf gedir. Hüseyn qabağını kəsir. Hüseyn deyir: "Qayıt geri, yoxsa iti öldürən kimi öldürərəm." Zərbəli mətbəxə qaçır. Vəli isə ay haray, ay qoymayın deyə dolanır. Hüseyn onun dalınca. Axırda Vəli özünü pəncərədən çölə atır. Hüseyn deyir: "Mənim əlimdən sən heç haraya qaçıb qurtara bilməyəcəksən." deyib dalınca pəncərədən atılır. Həsən dinlənir: "Ay kişilər, görürsüz? Heç nahaqdan bir-birini öldürüb qanı tökəcəydilər dükana. Mən də düşəcəydim işə. Gərək il uzunu, işimi gücümü, dükanımı unudub
divana yol döyəydim. Yaxşı oldu, rədd oldular. Kəllə paçanın da pulu cəhənnəm, tək xatalarını başından sovsunlar. Lap dəliymişlər ki. Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Rus oyunçularından 50 manatımın 38-ini alınca anadan əmdiyim süd burnumdan gəldi. Bu müsəlman oyunbazları da onlardan qalmazlar. Bunların hamısını bir qəlibdən çıxarıblar. Qəribə də özlərinə ad qoyublar. Deyirlər, biz oyunbaz deyilik, biz arsızıq. Heç belə ad olmaz, arsız ki arsız. Salman Süleymana deyir. Süleyman getməyək? Nahar elədik, tayına oturaq, dur gedək bağa. Onda çağıraq aşpazı, pulunu verək. Deyib əlini cibinə salır. Süleyman deyir, nə qayırırsan, elə şey ola bilməz. Naharın pulu məndən çatacaq. Salman cavab verir, sənin canın üçün əsla qəbul eləmərəm. Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən aramıza incilik düşsün. Səni mən göydə axtarırdım, yerdə əlimə düşübsən. Mən ki səni bir dəfə qonaq etməyəcəyəm, nəyə lazımam? Süleyman deyir, bu dəfə qoy mən verim pulu. Sabah mən sənə qonaq olaram. Mən sənin canına and içmişəm. Andımı pozsam adam olmaram. Xub sözüm yoxdur. Tək sənin xatirin xoş olsun. Verirsən ver. Salman deyir, bax belə söylə ki xoşuma gələsən. Deyib ciblərini axtarır. Sonra Süleymana deyir, Süleyman, bir iş var axı. Sən öləsən heç belə yaman işə düşməmişdim. Süleyman soruşur, nə olub? Nə olacaq, xəcalət çəkirəm deməyəm. Bu ikisəm evdə qalıb. Bir dibli dəginən pulum yoxdur. Sən öləsən, mənim özümdə də diş qurtarmağa bir quruş tapılmaz. Salman deyir, bəs onda tədbir lazımdır. Durub Süleymanın qulağına söz deyib əyləşir yerində. Süleyman da bu fikri bəyənir. Çox gözəl tədbirdir. Heç belə tədbir olmaz. Deyib qabı döyür. Həsən daxil olur. Nə buyurursunuz? Süleyman Həsəndən soruşur. Neçə satacaq? 4 abbasi. Süleyman əlini cibinə salır. Salman yaxına gəlib deyir. Heç mümkün deyil. Naharın pulu məndən çatacaq. Məşədi, bura gəl. Həsənin qolundan tutub səhnənin o başına aparır. Süleyman deyir. Kişinin sözü bir olar. Demişəm nahara qonaqsan, danışma. Gedib Həsənin qolundan tutub səhnənin o biri tərəfinə çəkir. Orada cibini qurtdalayır, güya pul çıxarmaq istəyir. Salman Süleymana deyir. Süleyman, mən ölüm, bu qədim höcətliyindən əl götür. Bu nə xasiyyətdir səndə? Gəlib Həsənin qolundan tutub o biri tərəfə aparır, Həsənə deyir, bəri gəl. Deyirəm, qəbul etməyəcəm, inan. Yoxsa aramızda həqiqət inciliyi olar. Həsənin qolundan tutub o başa aparır, Həsənə deyir, bura gəl. Həsən də öz növbəsində deyir. Abaşınıza dönüm. Bunun maliyyəti 4 abbasidir. Hansınız verirsiniz verin. Daha məni niyə çaqqal sürütməsə edirsiniz? Salman Həsənə deyir. Məşədi, biz iki dostuq. Neçə ildir bir-birimizdən ayrılmışıq. Heç sən də razı olma ginən 4 abbasın üstündə bizim davamız düşsün. Allah eləməsin, 4 abbasi nə artıq şeydir ki? Onun üstündə bir dava da salasınız. Hər birimiz 2 abbasi verin, qurtarsın getsin. Salman buna razı olmur. O da olmayacaq. Sən gəl bir şeyi qəbul elə. Biz dəsmalla sənin gözlərini bağlayaq. Hansımızı tutsan, pulu o versin. Hə, nə deyirəm? Təkisin aramızda inciliyi düşməsin. Həsənin kəmərindən dəsmalını alıb gözlərini bağlayırlar. Sonra qaçırlar. Həsən 2 qollarını açıb axtarır. Bu halda Zərbəli mətbəxdən çıxıb Həsənə tərəf gəlir. Həsən Zərbəlini qucaqlayır, deyir. Aha, yaxşı tutmuşam. Dəsmalı gözündən götürüb Zərbəlinin başına qapaz vurur. Sən nə əl-ayağa dolaşırsan, nadir İsmailun? Yoldan düz gedə bilmirsən?